Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əzov, karyera məsləhətçisi. Karyera məsləhətçisi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə görə iş axtarırsınızsa, iş axtarışında dəstək verə bilərəm. Bu dəstəklərdən yararlanmaq, faydalanmaq üçün isə videonun üzərində görsənən əlaqə vasitəsilə və yaxud da kanala daxil olduqda əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Bugünkü videoda mən sizə iş axtaranların səhvlərindən danışmaq istəyirəm. Bir səhvindən bəhs etmək istəyirəm, bir məsləhət vermək istəyirəm. Ümumiyyətlə iş tapmaq üçün siz bəzi incə məqamlara riayət etməlisiniz. Və bəzi iş axtaranların işsiz olmasının səbəbi özlərinin etdikləri hərəkətlərə görədir və ya etməli olduğu halda etmədiyi hərəkətlərə görədir. Bəziləri öz işsizlik müddətlərinin daha da uzanmasına öz əlləri ilə təkan verir. Misal üçün, iş axtaranların etdiyi səhvlərdən biri də düşündükləri düşüncədə yatır. Belə ki, bəzilər düşünür ki, iş axtarmaq sadəcə iş elanlarına müraciət etməkdən ibarətdir. Bir şəxs əgər iş axtarırsa və qətiyyətlidirsə iş tapmaq məqsədində və təcili sürətdə iş tapmaq istəyirsə, onun etməsi gerəkən iş heç də sadəcə iş elanlarında tanış olub onlara CV göndərməkdən ibarət deyil.